27 sentyabr 2025-ci il səhər saatlarıdır. Füzulidən Şuşaya gedən Zəfər yolundayıq. Düz 5 il bundan öncə məhz bu ərazidə, bu saatlarda artıq 44 günlük vətən müharibəsi başlamışdı və elə baxın, bu ərazilərdə ən qızğın döyüşlər gedirdi. Və ilk şəhidlərimiz də məhz baxın bu ərazidə, yəni Füzuli rayonunun Alxanlı kənd ərazisində qeydə alınır. Deməli, 44 günlük vətən müharibəsi başlayana qədər, yəni torpaqlarımız, ərazilərimiz işğal altında olduğu müddətdə erməni silahlı birləşmələrinin Füzuli rayonunun bir sıra nöqtələrində onların mövqeləri var idi. Və hazırda olduğum bu mövqedə erməni silahlı birləşmələrinin ən yüksəklikdə cəmləşdiyi yerlərdən biri idi. Deməli, 27 sentyabr 2020-ci ildə səhər saatlarında erməni silahlı birləşmələri bu nöqtədən artıq təxribatlara başlayır və bundan sonra bütün cəbhə boyu Azərbaycan ordusu əks hücumlara başlayır və bununla da zəfərlə, qələbə ilə yekunlaşan müharibəyə start verilir. Deməli, 27 sentyabr elə bu saatlarda Alxanlı istiqamətindən, bu görünən ərazi Alxanlı kəndidir. Həmən istiqamətdə olan mövqelərimizdən əskərlərimiz ermənilərin burada mövqesinə, baxın, bu ermənilərin tam sıxlaşdığı mövqedir. Bu istiqamətə qədər, bu ərazilərdən o minalanmış sahələri, artilleriya atəşinə məruz qala-qala, baxın, bu səngərlərə qədər gəlib çıxıblar və ilk döyüşlər, ən ağır döyüşlər, əlbəyaxa döyüşlər də bu səngərlərdə baş verir. Və Azərbaycanın igid, mərd, qəhrəman övladları burada erməni silahlı birləşmələrinin canlı qüvvəsini elə səngərdəcə məhv edib. Və eyni zamanda ilk şəhidlərimiz də məhz bu ərazidə əbədiyyətə ucalıb. Və elə ona görə də bu ərazidə vətən uğrunda canından keçən qəhrəman şəhid oğlanlarının abidəsinə, xatirəsinə daha dəqiq desəm, bax belə bir abidə ucalıb və bayrağımız da bu cür dalğalanır. Bu nöqtə həm də belə deyək, vətən müharibəsi başlayana qədər, biraz öncə dediyim kimi, ermənilərin tam mövqeləndiyi yüksəkliyi idi. Baxın, bu ərazilərdən, görürsünüz hansı ki, bunlar onun postları, səngərləri, buradan, bu istiqamətlərdən, bax, buradan Füzulinin bir sıra kəndlərini tam olaraq nəzarətdə saxlayır və mülki əhaliyə mütəmadi atəş açırdılar. Və nəhayət sonunda 44 günlük vətən müharibəsinin başladığı ilk gündə illərlə bu səngərlərdən mülki əhaliyə, ordumuza atəş açan erməni silahlı birləşmələrinin dəstələrini elə Azərbaycan əskəri, Azərbaycan ordusu elə buradaca boğdu, buradaca məhv etdi və zəfər yolu ilə üzü ilk növbədə Füzuli, daha sonra digər ərazilərimizi azad etmək üçün irəliyə doğru getdi. Ruhlarınız şad olsun, məkanlarınız hər zaman cənnət olsun, əziz qardaşlarım. Qoy hər zaman başımız üzərində 3 rəngli bayraq bu cür dalğalansın.